ki, yəni getsək, ondan sonra etdirdik. Bəs başqa nəsə eləmişsiniz? Üzünüzü. Botoksdan başqa. Hansı bir prosedür? Hə, bir o elətdirmişdim. Dodaq üzündə. Doktor deyirəm, 05 eləsin. Hocası qoyur. Dodağı qəşəng tutmuyor. Eləməsin. Dodağı çox gözəldir. Özünə çox yaraşır dodağı. Mən sizə deyirəm, full botoks bugün düzdür. Full eləsin. Full eləndə doktor quraları da olur da. Yox, qaş arası alın və göz ətrafı düzdür. 5 nöqtə eləyirik sizə. 155'lik də var, 250'lik də var. Hansını istəyirsiniz? Aha. Mən sizə bura qeyd edirəm, sizə gicgah dolgusu lazımdır. Nə vaxtsa onda qərarını verirsiniz. Bakıda yaşarsınız, Gəncədədir. Gəlir, gedir. Nə vaxtsa qərarını versəniz, gicgah dolgusu eləyərsiniz. Bir də gözünüzün altına işıq dolgu yox, biyo məsləhət görürəm. Birinci gözünüzün altında çox da qaşlarınız var. İkinci də gözünüzün altının rəngi dərinizin rəngindən, üz tonunuzdan fərqlənir. Nə vaxtsa da mən prosta burada qeydə alıram, siz bunları istəsiniz elətdirə bilərsiniz. Bir də sizə belə əlinizi götürünüz buradan baxırdan da belə. Hə. Çünki olmuşam, bəli, arıqlamışam. Arıqlamışsınız. Heç nə eləməmişsiniz? Yox, heç. Mən ancaq bir masaj var. Masajı, bax, buradan 2 dənə belə nəsə sizdə var, görürüm. Hə. Brılyaqız var da, yəni orada artıq pi var sizdə. Görsünüz onu özünüz. Galiba bu. Bu arada lipalitik eləyərsiniz. Lipalitik eləyərsiniz, elə 2 doza sizə bəsdir. Elə bir dəfəyə gəlib 2 dozanı elətdirərsiniz. Çox üzünüz yığılacaq, öz üzünüzün ovalı gələcək, üzə çıxacaq. Natural. Piylər Onu mən də eləmişəm, buranı əldir. Bir də bax, məndə burada pi içində nəsə bunlar.